Salam, mən Məmmədov Azər. Bu videoda 2025-ci riyaziyyat test toplusundan ehtimal nəzəriyyəsi və statistika bölməsinə aid olan tapşırıqların izahını davam elətdirirəm. Axırıncı dəfə biz qalmışdıq 166-da, indi 167-dən davam eləyirik. 15 kartdan 5-inə A, 7-sinə B, qalanlarınız C hərfi yazılaraq torbaya atılır. Demək, kartlara yazılır A, B, C. Demək, A yazılan neçə dənədir? 5 dənədir. B yazılan 7. C yazılan isə C hərfi torbaya atılır. Qalanlar neçə olur? 12, 3 dənəsi də C olur da, belə deyək. 15 dənədir axı ümumilikdə. Deyir ki, bu torbadan geriyə qaytarılmadan ardıcıl olaraq 3 ədəd kart təsadüfi qaydada çıxarılarsa, bu kartlardan birincinin üzərində A, ikincinin, demək bu şəkildə demək şərt qoyulursa, birincinin, ikincinin ayrı-ayrı da demək ehtimalların demək hasilini yazacaq da. Əgər biz demək ehtimalı P ilə işarələsək, birinci kartın A olma hadisəsi. Birincinin üzərində A olmaq demək 15 dənədən 5-idir də, 15 dənədən 5 olacaq. Demək biri çıxdı da, onu geri qaytarmırıq, qaldı 14-dür. İkinci halda yəni 14 dənədən B, ikincinin B olması, B 7-dir. Üçüncü 13 dənə qaldı, 13 dənədən 3 C olma hadisəsinin ehtimalı, bunların hasili bizə nə verəcək? 15 ilə 5 ixtisar gedər, burada 3 qalar, burada 2 qalacaq, 7-yə ixtisar gedəcək. Demək, sürətdə qaldı 3, bu 3 ilə də bu 3 gedər, sürətdə 1 qaldı, məxrəcdə isə 2 vuraq 13, yəni 26-da 1. Məxrəci 5-dən böyük, 27-dən kiçik natural ədəd, sürəti isə 1-ə bərabər olan mümkün adi kəsirlər arasında təsadüfi seçilmiş birinin sonlu onluq kəsir şəklində göstərilə bilən olması hadisəsinin ehtimalı tapın. Demək, kəsirdir, sürət 1-dir, məxrəc isə 5-dən 27-yə dək natural ədədlərdir. 5-dən 27-yə dək. 5-dən böyük deyir, yəni 5 daxil deyil o. 5-dən 27-yə dək natural ədədlər, onlar da hansılardır? Demək, 6, 26-da, bax bu aralıq natural ədədlər. Təsadüf birinin sonlu onluq kəsir şəklində göstərilən. Bu sıralama yazaq və onların hansı sonlu onluq və sonsuz olmasını müəyyən eləmək lazımdır ayrı-ayrıqda. Demək, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24 də 25. Bir dəqiqə. 25, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26. İndi görək, bunların hansı sonlu onluq olması üçün bilirik ki, məxrəc, yəni bax, məxrəcdə 3 və ya 3, 7, nə bilim 11, 13 kimi ədədlər olmamalıdır da. İndi baxaq, bax, 6-nın tərkibində 3 var. Bu, yəni sonsuz olacaq. 7-də, yəni sadə ədəddir, sonsuz olacaq. 7-yə bölsək, 1-i 7-yə bölsək. 8-ə böləndə, yəni bunun 2-yə tam bölünür də hamısı. Ona görə, yəni bu sonludur. Sonlu onluqları biz seçək görək neçə dənədir. 9-a bunun tərkibində 3 var. Bu bölünməyəcək. Sonsuz olacaq. 10-da 5-2 var. Bunlar bölünür. Yəni bax, biri bu olacaq. 11 yox. 12-nin tərkibində 3 var. 13-ə bölsək, yenə sonsuz olacaq. 14-də tərkibində 7 var. O da demək, vuruğunda 7 var.
O da sonsuz olacaq. 15'te də 3 var. 16 da bu bölünəcək. Tam demək sonlu onluq olacaq. Kəsir. Sonra 17 sonsuzdur. 18'də 3 var. 19 sağda ədəddir. Demək onda da sonsuzdur. 20. 20'də yəni bölünür də 20'yə tam bölünür. 21'də 3 var. 22'də 11 var. 23'te ilə 23 sadə ədəddir. 24'də 3 var. Vuruğunda 3 var. Ona görə bunu da böləndə sonsuz olur. 25'də demək 25'ə sonlu onluq kəsir şəklində olacaq. 26'nın vuruğunda isə 3 var. Demək oldu. Üzr istəyirəm. 5 dənə sonlu onluq kəsir. Sonlu onluq kəsir 5 dənə. İndi bizdən neçə dənədən? Bunlar neçə dənə idi ki? 26, 6 çıxsaq üstünə 1 gəlsək də 21 dənədir də. 6'ını da saysaq 21 dənədir. 21 dənədən 5'i, yəni bizim ehtimalımız olacaq. Sonlu onluq kəsir şəklini göstərə bilən olması hadisəsinin ehtimalı 21'də 5'dir. Eyni zamanda fırladılan iki çarxın oxlarının dayanacağı xanalardakı ədədlərin cəminin tək ədəd olması hadisəsinin ehtimalını tapın. İki çarx fırladılır eyni zamanda. Ədədlərin cəminin tək ədəd olması. İki hal mümkündür də. Birinci və ikinci çarx, eləmi? Birincidən cütlər olsun, ikincidən tək. Onda yəni toplayanda tək eləyir də, bərabərdir təkə. Tək ədəd olmaz. Bir də birincidən təkləri götürək. İki hal mümkündür də. Təkləri ikincidən cütü. Onda bunlar da tək eləyir. İndi görək neçə hal mümkündür. Və birinci hala baxaq. Cütü götürək. Cüt neçə dənədir? 36, 2, 3 dənədir deyəsən də burada, eləmi? 8 dənədən 3'ü. Birinci halda, yəni 8 dənədən 3'ü vurulsun. Buradan cütü götürdüksə, demək ikincidən təki götürəcək. Təki, yəni cəmləyəndə tək neçə dənədir? Bir dənədir. Bir dənə, yəni 5 dənədən biri. 5 dənədən biri. Bu bir hal, üstə gələk. Ayrı-ayrı hallardır da, ona görə cəmləmək lazımdır. 8 dənədən təkləri götürəcək. Tək neçə dənədir? 1, 2, 3, 4, 5 dənə. 5 dənə, yəni 8 dənədən 5'i vurulsun. Buradan cüt 4 dənədir. 5 dənədən 4'ü. Bərabərdir. Yəni bu ehtimal bərabərdir. 8'də 3, burada ixtisar yoxdur. 40'da 3 olacaq. Üstə gedək. Burada 5'də ixtisar gedər, 4'də ixtisar gedər, 2'də 1 qalacaq. Bərabərdir. 40 orta məxrəc, 3 üstə gələk 20. Yəni 23 bölək 40 olar bizim ehtimalımız. Həmin bu ədədlərin cəminin tək ədəd olması hadisəsinin ehtimalı 40'da 23'dür. Üzərinə ədədlər yazılmış iki çarx eyni zamanda fırlar, oxların dayandığı xanalardakı ədədlərin cəminin tək ədəd olması hadisəsinin ehtimalı. Bu da eyni tipli misaldır. Burada da 8 dənə görək. Bax, birinci hal. Hadisəni ehtimal P adlandırsaq, demək, cüt birinci halda cütü götürək. Buradan təki. Cütü götürsək, cüt görə neçə dənədir? 1, 2, 3, 4. 8 dənədən 4'ü. O birisindən təki götürməliyik. Tək neçə dənədir? Bir dənə olmuşdur. Vəssalam. Demək, 5 dənədən biri. Üstə gələk. Burada 8 dənədən. İndi ikinci halda buradan təki götürəcək. Buradan cütü. Tək neçə dənədir? 1, 2, 3, 4. 4 dənəsi. Demək, 8'dən 4. Vurulsun. Burada cüt neçə dənədir? 9, 8, 2. Demək, 5'dən 4. Bərabərdir. İndi burada 40'da 4'ə ixtisar gedir. 10'da 1 olar.
Burada da 4-ə ixtisar eləsək, 2-də 1, daha doğrusu 2 ilə də ixtisar ilə 5-də 2 eləyəcək. Üstəgəl 5-də 2 bərabərdir 10 orta məxrəc, 1 üstəgələk 4 bərabərdir 10-da 5, bu da bərabərdir 2-də 1. Yaxud 0,10-da 5. Usta bir gün ərzində 3, onun köməkçisi isə 2 stul hazırlaya bilir. Onlar müəyyən müddət birlikdə işləyərək 75 stul hazırladı. Bu stullar əsasında göndərilən zaman məlum oldu ki, köməkçinin hazırladığı stulların 10%-ində müəyyən qüsurlar var. Hələ öncə biz müəyyən eləyək ki, bu usta və köməkçi nə qədər stul hazırlayırlar. İndi vaxtı müəyyən eləyək. Tutaq ki, bir gün ərzində 3 hazırlayırsa, tutaq ki, neçə günə 75 stulu hazırlayar bu ikisi işləsə. 3 gün, günü x-nə işarə eləyək. Həmin günü də, yəni neçə günə hazırladığını x-nə işarə eləsək, ustanın hazırladığı stulların sayı 3x olacaq. Günlərin sayına vursaq, bir gündə 3 hazırlayırsa, günün sayına vursaq, köməkçi də 2 stul hazırlayır. 2x bərabərdir neçə? 75 stul hazırlayıblar da 75-ə. 5x bərabərdir 75, x bərabərdir 15. 15 günə hazırlayırlar. Onda usta 3x hazırlayıb da 3 vuraq 15, o da eləyər 45, 45-in usta hazırlayır, köməkçisi 2x-dir. 2 vuraq 15, o da eləyər 30. Yəni ikisi bir də 75. 30. Köməkçi də demək 30 stul hazırlayıb. Demək, bu stullar əsası məlum olur ki, köməkçinin hazırladığı stulların 10%. 30-un hazırlayıb da, 30-un 10%. 30-un 10%. Demək, 3 dənəsi. 3 dənə, 3 ədəd qüsurludur. Sağlam stulun içərisində biri təsadüfən, sağlam stul neçə dənə olur onda? 75 dənə stul hazırlayıblar, 3-ü qüsurludursa, demək 72-si sağlamdır. Yəni, mümkün hallar 72-yə bərabər. Hadisəni P adlandırsaq, belə ehtimalı. Mümkün hal 72 dənə stuldan biri təsadüfən seçilərsə, həmin stulun köməkçi tərəfindən hazırlanması hadisəsinin ehtimalı neçədir? Sağlam stulun içində biri seçilərsə, köməkçi neçədən 30 dənə hazırlayıb da. 30 bərabərdir. Amma bir dəqiqə, sağlam stulların içərisində biri təsadüfən, sağlam stullar 30 olmur da, onda 27 olur. 3-ü qüsurludur axı, onu çıxartdıq da sıradan. Sağlama aid deyil axı o. Demək 27. 9-a ixtisar eləsəm, burada 8, burada 3 alırlar. 8-də 3 bizim cavabımız olacaq. Usta bir gün ərzində 5, onun köməkçisi, yəni eyni tipli misaldır. Köməkçinin hazır stulların 20%-də müəyyən qüsurları var. Bir gün ərzində 5 hazırlayırsa usta, günləri x-nə işarələsə 5x olacaq da hazırladığı stulların sayı. Üstə gələk, köməkçinin hazırladığı 3x olar, birlikdə 80 stul hazırlayıblar. Tapaq günün sayı, 8x bərabərdir 80, x bərabərdir 10 günə. 10 günə hazırlayıblar bu 80 stolu. Onda köməkçi, usta 5x-dir də, 5-i 10-a vursaq, 50 stolu usta hazırlayıb. Köməkçi nə qədər hazırlayıb? Köməkçi, demək 3x, yəni 30. 30-un da köməkçi hazırlayıb. Birlikdə 80 stul. Deyək ki, köməkçinin hazırladığı stulların 20%-də. Köməkçi 30 dənə hazırlayıb. Onun 20%. 20-yə vurub 100-ə bölsək, sıfırlar gedər, 3 dəfə 2, 6 eləyər. 6 stul, demək, qüsurludur. Şərtdə deyir ki, sağlam stulların arası içərisindən təsadüfən biri seçilərsə,
Sağlam stul neçə oldu? Demək 80-dən 6-sını çıxaq, qüsurluları çıxsaq 74 stul sağlamdır. Stul sağlam. Mümkün hallar 74 oldu. Onda hadisə P-dirsə, A hadisəsinin ehtimal bərabərdir. Demək, mümkün hallar 74 dənədən biri təsadüfən seçilərsə. Demək, neçəsi sağlam? Sağlamların arasından seçilir axı. Usta tərəfində hazır, yox. Usta ilə hamısı sağlam düzəldib də 50 dənə. 50 dənəsində sağlamcı, qüsurlu yoxdur ki orada. Demək, 74 dənədən 50-si. Buradan 2-yə ixtisar eləsək, 37-də 25 olacaq. Məktəbin 2 fizika, 3 kimya, 4 riyaziyyat müəllimlərindən ikisi xarici dövlətlərin birində keçirilən seminara göndərilməlidir. Təsadüfən seçilən 2 müəllimin müxtəlif fən müəllimi olması hadisəsinin ehtimalını tapın. 2 fizika, 3 kimya, 4 riyaziyyat. Və fizika 2 müəllim, 3 kimya, 3 və riyaziyyat müəllimi 4 nəfər. Xarici dövlətdən də ki, seminara göndərməlidir. Cəmi neçə nəfərdir? 7, 9 nəfər. 9 müəllim. Təsadüf 2 müəllimin müxtəlif fən müəllimi olması hadisəsinin ehtimalını tapın. Müxtəlif fən müəllimi, bu hallar necə ola bilər? Fizika müəllimi ola bilər, kimya müəllimi ola bilər. 2 nəfər göndəriləcək də. Sonra fizika müəllimi ola bilər, riyaziyyat müəllimi ola bilər. Sonra kimya müəllimi olar, riyaziyyat müəllimi. 3 hal mümkündür. Birinci, ikinci, üçüncü. Hər hal üçün ehtimalları tapıb cəmləyək. Demək, ehtimal bərabərdir. Birinci hala baxaq, fizika, kimya. 9 nəfərdən ikisi. Yox, indi burada kombinizonla eləyəcək də. Yəni, kombinizon 9 nəfərdən ikisi seçiləcək. Yəni, bunu ümumi orta məxrəc kimi də yaza bilərik, ayrı-ayaqda da yaza bilərik. Fizika, kimya. Fizikadan 2 nəfər, yəni biri olacaq fizikadan, biri kimyadan, müəllim. 2 nəfərdən biri, 3 nəfərdən biri. Üstə gələk, kombinizon 9-dan ikisi, fizika, riyaziyyat. Fizikadan 2 nəfər, 2 müəllimdən biri, riyaziyyat 4 müəllimdən biri. Üçüncü hal isə kombinizon 9-dan 2, kimya, riyaziyyat. Kimyadan 3-dən biri, riyaziyyat 4-dən biri. Bərabərdir. Ümumi yazaq da 9-da 2-ni bir yerdə yazaq. Hamısı üçün eyni. Orta məxrəc. 9 vuraq 8, 1 vuraq 2. 2-dən 1, 3-dən 1, yəni 2 vuraq 3. Üstə gələk 2-dən 1, 4-dən 1, 2 vuraq 4. 3 vuraq 4. Bərabər. 2 ilə 8 ixtisar geçsə 4 qalacaq burada. Yəni məxrəcdə oldu 9 vuraq 4. Burada nə var? 6, 8, bir də 12. 26. 2-yə ixtisar eləyərik. Burada 2 qalar, burada 13. Yəni 18-də 13 olacaq. Məktəbin 3 fizika, 2 biologiya və 5 riyaziyyat müəllimlərindən ikisi xarici dövlətlərin birində keçirilən seminara göndərilməlidir. Təsadüfən keçirilən 2 müəllim müxtəlif fən müəllimi olması hadisəsinin ehtimalını tapın. Demək, fizika müəllim 3 nəfərdir. Biologiya 2 nəfər, riyaziyyat 5 nəfər. 5 müəllim. Demək, neçə oldu? 7, 10. 10 müəllim. Burada da 3 hal mümkündür. Birinci hal, misal üçün, fizika, biologiya müəllimi olsun. Deyir ki,
müxtəlif fən müəllimi olsun da. Fizika, biologiya müəllimi, ikinci hal fizika, riyaziyyat müəllimi, üçüncü hal biologiya, riyaziyyat müəllimi. İndi biz hadisəni P ilə adlandırsaq, kombinizon hamısı üçün eyni yazıram. 10 nəfərdən ikisi seçiləcək. Demək, fizika, biologiya, yəni kombinizon bir nəfər seçilir də, yəni müxtəlif fən müəllimi olması üçün hərəsindən biri seçiləcəkdir bu hallar üçün. Fizika 3-dən 1, biologiya 2-dən 1, 2 müəllimdir. Fizika, riyaziyyat. Fizika 3-dən 1, riyaziyyat 5-dən 1. Üçüncü hal biologiya 2-dən 1, riyaziyyat 5-dən 1. Ondan 2, yəni 10 vuraq 9, 1 vuraq 2. Burada 3-dən 1, 3 vuraq 2. Üstə gələk 3 vuraq 5, üstə gələk 2-dən 1, 5-dən 1, 2 vuraq 5. Burada 2-yə ixtisarləsəm 5 qalıb, 5-də 45 olacaq məxrəcdə. 6, 15 və 10, 25, 6, 31. 45-də 31 olar cavabımız. Başlanğıcı və sonu çevrə üzərində qeyd olunmuş A, B, C, D, Y, F, M, N, K, L nöqtələrində olan bütün vektorlar çəkilərsə, bu vektorlardan təsadüfən seçilmiş birinin A və B nöqtələrinin keçməsi hadisəsinin ehtimalını tap. Demək, sayırıq görə neçə dənə nöqtə var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. 10 dənə nöqtə var. Əgər AB parçasından söhbət geçsəydi, AB parçası ilə BA parçasına bərabərdir də, eynidir. Yəni, A nöqtəsindən keçən vektorların sayı, daha doğrusu AB, BA, yəni kombinizonla hesablanardı da, 2 nöqtədən, demək 10 dənədən 2 kombinizonla hesablanardı, neçə parça var. Amma bizdən vektor deyirsə, vektorun fərqləri var da, AB vektoru BA vektoruna bərabər deyil. Yəni, bərabər deyil, fərqlidir, işarələri fərqlidir ən azından. Demək, AB anlamları ayrıdır da, AB vektoru ayrıdır, BA ayrıdır. Ona görə bunun permutasiya ilə hesablanır. Permutasiya 10 nöqtədən ikisi, 2 nöqtədən bir vektoru hazırlamaq olur, düzəltmək olur da. Yəni 10 nöqtədən ikisi, o da bərabərdir. 10 vuraq 9, o da eləyir 90. Demək, bu nöqtələrdən 90 dənə biz vektor düzəldə bilərik, çəkə bilərik. Bu da mümkün hallardır da. Mümkün hallar 90-dır. Əlverişli hal nədir? Təsadüf seçilmiş birinin A və B nöqtənin keçməsi hadisəsinin ehtimalı tapır. Və ya desəydi, bu başqa anlamı idi. Və deyirsə, yəni AB-dən keçən neçə vektor var? 2 dənə vektor var da. Demək, AB vektoru, BA vektoru 2 dənə. Yəni, əlverişli hallarımız 2-dir. Onda biz hadisəni adlandırsaq, nəyə bərabərdir? 90-ın 2-yə nisbəti, o da eləyər 45-də 1. Yəni, və ya desəydi buradan, o fərqli hesablanacaqdı. Başlanğıcı və sonu, burada görə neçə nöqtədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə. Bunu da demək, permütasiyonu hesablayırıq, vektorlardan söhbət gedir. Demək, 11-dən 2, bu da bərabərdir, 11 vuraq 10, bərabərdir 110. 110 vektor çəkmək olar, bu nöqtələrdən düzəltmək olar, 110 vektor. Yəni, mümkün hallar 110-dur. Əlverişli hallar nə qədər olar? Deyir ki, MN nöqtəsindən keçsin. MN nöqtəsindən də 2 dənə vektor keçir də. MN vektoru və NN vektoru. Demək, əlverişli hallarımız da oldu 2. Hadisəni A adlandırsaq bərabərdir. Əlverişli hallar bölünsün mümkün hallarda bərabərdir. 2 bölünsün 110. O da 55-də 1. 2-yə ixtisarləsək. İkizləri eyni zamanda artdıqda üst-üzə düşən xalların hər ikisinin 3-ə bölünən olması hadisəsinin ehtimalını tapın. Öncə tapmalıyıq ki, görək
üst-üzə düşən xalların hər ikisinin 3-ə bölünən olması. 3-ə bölünən olması üçün nə düşməlidir zərrlər? Bax, yəni 3-3 düşməlidir. Hər xalan hər ikisi 3-ə bölünür də. 3-də 3-də. Sonra 3-6, 6-3. Sonra 3-ə bölünən başqa nə var idi? Hər ikisinin 3-ə bölünən olması qalsın ehtimalda. Başqa yoxdur da 3-ə bölünən. Bunlarda 3 dənədir cəmi. Yəni, əlverişli hallarımız 3-dür. İkizəri atanda mümkün hallar nə qədərdir? 36-dır da. Onda ehtimal bərabərdir. 36-da 3, o da bərabərdir. 12-də 1. 3-ə ixtisar edəsək. İkizəri eyni zamanda atdıqda üst-üzə düşən xalların hər ikisinin 3-ə bölünən olması hadisəsinin ehtimalını tapın. 3-ə bölünənlər hansılardır? Onları müəyyən eləyək. Demək, 3-3 düşsə, 3 qoşa düşsə, yəni hər ikisi 3-ə bölünür. Sonra 3-6 düşsə, həm də 6-3-sə və 6-6 düşsə, yəni bunlar da 3-ə bölünür. Yəni bu 4 hal var. Demək, əlverişli hallar 4-dür. Mümkün halda bilirik ki, ikizəri atanda 36 hal var. Onda ehtimal bərabərdir nəyə? 36-da 4, 4-ə ixtisarləsəm 9-da 1. Üstə düşən xala hər ikisinin 2-yə bölünən olması. 2-yə bölünənlər hansılardır? 2-2-dir. Sonra 2-4-dür, 4-2-dir. Sonra 2-6-dır, 6-2-dir. Sonra 4-4 bu var, yəni 4 qoşa var. Qoşa olanda bir variant, bir seçim götürülür. Sonra 4-6 var. 4-2-ni yazmışıq. 4-6, 6-4. Bir də qoşa 6-da 6-6. Bunlar, məncə elə bunlardır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 hal. Əlverişli hallarımız 9 oldu. Mümkün hallar da 36-dır da ikizəri atanda. O da olacaq. 36-da 9. 9-a ixtisarləsəm 4-də 1. Diaqramda torbaya atılmış eyni ölçü rəhli kürələr və onların sayı verilmişdir. Təsadüfən seçilmiş 3 kürəciyin hamısının eyni rəhli olması hadisəsinin ehtimalını tapın. 3 kürəcik seçilib. Yəni, burada görürük ki, mavi bir dənədir, qırmızı 2 dənədir. Onlardan eyni rəngli alınmayacaq. Bizdə qara, sarı və göy alınacaq. 3-dən böyükdür bunların sayı, 3-dən çoxdur. Yaxşı, bunları yazaq. Demək, qara neçə dənədir? Qara 5 dənə. Diaqrama baxıb yazırıq. Sarı 3 dənə. Mavi 1 dənə. Göy 4 dənə. Bir də qırmızı 2 dənə. Ümumilikdə neçə dənədir? 6, 8, 10, 15 dənə. 15 kürəcikdir. Seçimin 3 kürəcik seçilib. Hamısının eyni rəhli olması hadisəsinin ehtimalını tapın. Ayrı-ayrı hallar mümkündür. Yəni, seçilən o 3 dənə kürəcik, 3-ü də qara ola bilər, 3-ü də sarı ola bilər, 3-ü də göy ola bilər. Mavi, qırmızı olmayacaq. Bunların sayı azdır. Yəni, o 3 halların 3-ü üçün də yazacaq və cəmləyəcək ehtimalları. Yəni, mümkün hal kombinizon 15 dənədən 3-ü seçilir. Ümumilikdə 3-ü üçün də yaza bilərik də, eyni kəsirdə, ortaq məxrəcdə yaza bilərik. Birinci hal, qara olmasına baxaq. 3-ü də qara olsun, yəni kombinizon 5-dən 3. İşte gələk. Qara 5 dənədir, 5 dənədən 3-ü. Sarı, sarı olması 3-dən 3, 3 dənə sarı var. Göy 4 dənədir, 4 dənədən 3. Bərabərdir. Yəni, P ilə adı, ehtimal P-dir də, bərabərdir. 15-dən 3, 15, 14, 15-dən 14, 13. 1, 2, 3. Məxrəcdə 5-dən 3 nədir? 5, 5-dən 2 deməkdir. Nə ilə? 5, 4, 1, 2.
3-dən 3 1-dir. 4-dən 3, 4-dən 1 deməkdir. 4 yəni. Bərabər. Davam edirik. Burada 3-lə ixtisarləsəm burada qalır 5. 2-lə ixtisarlayıram, burada 7 qalır. 5, 7, 13. Yəni məxrəcdə qaldı 5, 7, 13. Burada 2 ilə ixtisar getsə 2 qalacaq. 10, 11, 15 olur da. 15. Burada 5-ə ixtisar edə bilərik. Burada 3 qalar. Yəni sürətdə olacaq 3. Məxrəcdə isə 91. 91-də 3. Diaqramda torba atılmış eyni ölçəkli kürələr olan sahə vermiş təsadüfən seçilmiş 3 kürəciyin hamısının eyni rəngli olması hadisəsinin ehtimalı bayaqki kimidir. Yəni neçə kürəci? 3 kürəcik seçilib. Demək qara, göy və qırmızı ola bilər də bu rənglər. Bu birislərin sayı azdır. Sarı, mavi azdır. Yazıram ümumi. Demək qara neçə dənədir? Diaqramdan istifadə edib 4 dənə. Sarı. Sarıları da yazmaq lazımdır. Ümumi sayı məsələsi var axı. Sarı 2, mavi 2, göy 5 və qırmızı 3. 8, 10, 12, 16. 16 demək kürəcik var. İndi hadisə P ehtimalını tapmaq lazımdır. Eyni rəngli olma ehtimalını. Ümumilikdə hər üçü üçün, yəni eyni ortaq məxrəc götürək. Kombinizon demək 15, 16 dənədən 16 oldu da bu. 16 dənədən 3-ü seçilib. Birinci hal qara olma ehtimalına baxaq. Kombinizon 4-dən 3-ü. 3-ü də qara olsun. İkinci hal göy olsun. Göy 5 dənədir. Kombinizon 5 dənədən 3-ü. Üçüncü hal qırmızı olsun. 3 dənədən 3-ü. Bərabərdir. 16-da 3, yəni 16, 15, 14. 1, 2, 3. Burada nə olacaq? 4-dən 3-ü, yəni 4-dən 1-i deməkdir. 4 üstə gələk. 5-dən 3-ü, 5-dən 2-si. 5, 4, 1, 2. 3-dən 3, 1 dənədir. 1 deməkdir. Bərabərdir. 2-ni ixtisarləsəm, burada 10 olacaq. 15, sürətdə 15 oldu. Burada 6 qalır. 6-nı qaldıraq sürətə də. 1, 2, 3, yəni sürətə qalxır. Buraq kənar hədlər bir-birinə vurulub sürətdə yazılır. 6, burada da var 16, 15, 14. 15-ləri ixtisarlayarəm. Burada da ixtisar gedər 2-yə. Burada 7 qalar, burada 3. Sürətdə 3 qaldı. Məxrəcdə isə 16, 7. 16 dəfə 7, 112 eləyər də bu. 112-də 3. İki zər və bir dəmir pul eyni zamanda atılır. Zərlərin hər ikisində eyni tək ədədin dəmir pulda isə xəritə üzünün düşməsi hadisəsinin ehtimalı tapın. Ümumiyyətlə, dəmir pulda bir üzün düşmə hadisəsi 2-dən 1-dir. 2 üzü var da, 2-də 1-dir. Xəritə üzünün düşməsi bir dəfə atılırsa 2-də 1-dir. Xəritə üzünün düşməsi. 2 zər, bir dəmir pul. 2 zər atılıbsa, bu 36 haldır. Zərlərin hər ikisində eyni tək ədədin. Eyni tək ədəd hansı variantlar var? 1, 1 var. Eyni deyir də. 3, 3 var. Bir də 5, 5 var da və salam. 3 hal mı var? Əlverişli hal 3-dür. Demək, 2 zər desə 36 haldır. 36-dan 3-ü vurulsun. Xəritə üzünə eyni hadisədir də. Ona görə yəni eyni anda atılıb da xəritə üzündə düşmə ehtimalı 2-də 1-dir. Ehtimallar vurular bir-birinə bərabərdir. İxtisarləsək 24-də 1 alınacaq.
2 zər və 1 dəmir pul eyni zamanda zərlərin hər ikisində eyni cüt ədədin dəmir burada xəritə üzrə düşməsi hadisəsinin ehtimalını tapın. Demək, cüt ədədlər 2 2-dir, 4 4-dür, eyni. 6 6-dır, 3 xal var. Yəni ehtimal nəyə bərabər olacaq? 36-dan 3-ü vurulsun. Xəritə üzründə düşməsi dediyi ehtimalı 2-də 1-dir. Ehtimalların hasili. Bu da 12-də 1, 12, bu da 24-də 1 elədi. 3 çarxı eyni zamanda fırladılır. Oxun birincisində mürəkkəb ədədin, ikincisində sadə ədədin, üçüncüsündə cüt ədədin üzərində dayanması hadisəsinin ehtimalını tapaq. Mürəkkəb ədəd burada neçədə nədir? Bir dənə baxaq. Bax, 8 mürəkkəbdir, 6, bir də 4, 3 dənə. 3 dənə mürəkkəb burada var. Birincisində mürəkkəb ədəd olsun. İndi bu birincisində, ikincisində söhbətinə var. Baxaq da ikincisi sadə ədəd. Sadə ədəd neçə dənədir? Bir sadə ədəd deyil, onu deyim ki, nə sadədir, nə mürəkkəb. Sadə ədəd 5, 2, 3-dür, 3 dənədir. 3 dənə burada, 5 dənədən 3-ü. Demək, sonra burada cüt ədədin, cüt 6, 2, 4, 3 dənədir də cüt ədəd. 3 dənə də burada. Hadisəsinin ehtimalını tapın. İndi bunları eyni zamanda fırladılır. Yaxşı, indi ehtimal nəyə bərabər olacaq? Bax, burada neçə dənədir? 8 dənədən 3-ü. Eləmi? 8-dən 3-ü. Vurulsun. İkinci, 5 dənədən 3-ü. Burada isə 3, 4, 5, 6, 7 dənədən 3-ü. Cütdür də, 3 dənəsi cütdür. Bərabərdir. Nəyə bərabər olacaq bu? Sürətdə olacaq. Bu deyəsən ixtisar yoxdur. 47, demək 280-də 27 olar. Üç çarxı eyni zamanda fırladı. Oxunun birincisində mürəkkəb, ikincisində tək ədədin, üçüncüsində sadə ədədin üzərində dayanması hadisəsinin ehtimalını tapın. Yaxşı, baxaq yenə həminki kimi. Bax, 8 dənədir. Elə birbaşa ehtimalları burada yazaq. Birincisində mürəkkəb ədədin. Yəni, ümumi neçədir? 8-dir. 8. 8-dən mürəkkəb ədəd neçə dənədir? 8, 6, 4. 3 dənə. 3 dənə. 8-dən 3. Burada neçədir? İkincisi tək ədədin. Tək neçə dənədir? 1, 2, 3. 3 dənə. 5 dənədən 3-ü. Ehtimalı. Burada da isə sadə ədədin. Sadə ədəd hansıdır? 1, 2, 3, 4 dənə. 4 dənə də sadə ədəd. Neçə dənədən? 7 dənədən. 7 dənədən 4-ü sadədir. Bunların hasili bizə elə bizim ehtimalı verəcək. Bərabərdir. İxtisar var. Bəli, 8 ilə 4 ixtisar gedər. Burada 2 qalar. Sürətdə qaldı 9, 10, 10 da 7-yə vuranda 70. 70-də 9. ABC üçbucağında AB 5, BC 12, AC tərəfin tam qiymət aldığı məlum olarsa, körbucaq olması hadisəsinin ehtimalını tapın. Körbucaq olması ehtimalı. Bax, AB 5-dir, BC 12-dir. Əgər düzbucaqlı olarsa, bilir ki, körbucaq 90 dərəcədən böyük olur da. Yəni, 90 dərəcə olarsa AC neçə olar? AC, yəni, Pifaqor ədədləri də 144, 25, 169, 13 eləyər. Yəni, 13-dən böyük olmalı AC. Şərtdən biri bu olacaq ki, AC 13-dən böyük olsun. Gəlin, bura bir x deyək də. Yəni, x böyük olsun 13-dən. Bir şərt budur. Sonra biz üçbucaq bərabərsizliyindən bilirik ki, yəni x, AC, bunlar digər iki tərəfin cəmindən nə olmalıdır? Kiçik olmalıdır. 5-də gəl 12-dən də kiçik olmalı.
fərqindən böyük olmalı. 12 çıxaq 5-dən böyük olmalı. Burada da eləyir neçə? 7-dən böyük olmalı x. Və 17-dən kiçik olmalı. İndi bununla da 13-dən də böyük. Ədəd oxunda göstərsək, 7, 17. Bura 7 olsun, bura 17. 13 də hardasa buralara düşər. Deyir 7-dən böyük, 17-dən kiçik. Yəni bura olur da, bunlar aid deyil. 13-dən də böyük olmalı. Yəni 13 də daxil olmayacaq. Böyük olmalı deyəndə kəsişən hissə 13, 17. 13, 17 olar. Ehtimalını tapın. Yəni ümumiyyətlə mümkün hallar, bax, x-in alacağı qiymətlər 7-17 arası olmalıdır. Yəni hansılar? 7 daxildeyiz. Bura yazaq 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 mümkün haldır. Mümkün hallar 9'dur. Olması nəticəsinin ehtimalını tapın. Mümkün hal 9'dur. Əlverişli hal nə qədərdir? Yəni bu şərtdə körbucaq olması şərti ödənən neçə dənədir? 13 belə 13 17 13 17-yə də nə qədər? Onları da yazaq buradan. Demək 14, 15, 16. 3 dənə. Əlverişli halda 3'dür. Əlverişli halda 3. Onda bizim hadisəni A adlandırsaq, onun ehtimalı bərabərdir. Mümkün hallar 9, əlverişli hal 3. Yəni 3'də 1. Maraqlı məsələ idi. Demək 185. Məktəbin həyatyan sahəsində şagirdlər öz yaşları ilə düzgün tənasib olmaqla ağaclar əkmişdilər. Şagirdlərin yaşları və əkilən ağacların sayı cədvəldə verilmişdi. İlk aqroqulluğun Hüseynin və ya Yusufun əkdiyi ağaca olunması hadisəsinin ehtimalını tapın. Ağaçlar ümumiyyətlə nə qədərdir? Demək sayı 20, 25, 5, 10, 0, 1 yadda, 5, 6, 9, 100. 100 ağac əkilib. 9, 8, 10, 12, 11. 100 ağac əkilib. Neçə uşaqdır? 1, 2, 5. Bunların yaşları cəmi nə qədərdir görək. 20, 20, 50'dir. Demək, bir yaşa 2 ağac düşür də bir növ. Bir yaşa 1 ilə 2 ağac düşür. Yəni belə çıxır ki, kalarla ifadə eləsək, düz mütənasib. Misal üçün, burada Hüseyinlə kimi verib? Hüseyinlə Yusuf. Hüseyin 8 dənə, Yusuf 10 dənə. Yəni 8K, 10K ağac əkib də belə deyək. Onda K 2 olur da, yəni yaşla uyğun düz mütənasib təşkil edir də ağaçların sayı ilə. K 2 olur da. Əgər yaşları ümumilikdə 50, burada 100-dürsə 2 olur. Belə çıxır ki, Hüseyin 8K ağac əkib. Yəni 8 vuraq 2, 16 ağac əkib. Bəs Yusifdəki 10K. Yəni 10 vuraq 2 bərabərdir 20 ağac əkib. Ümumilikdə 36 ağac əkiblər. Və ya deyirsə, bunların ehtimallarını cəmləyəcək. Yəni ehtimal bərabərdir nəyə? Mümkün hallar nə qədərdir? 100 ağaçdan neçəsi? Cələ vermişdi. İlk hadisəsinin ehtimalını tapın.
İndi Hüseynin demək 100 ağacdan Hüseyn üçün yazarıq neçə? 16-sı. Ehtimalı o olacaq da onun ağacına qulluq eləmə ehtimalı. O Yusifə isə və ya deyir də toplamaq lazımdır ehtimalları. 100 dənədən 20-si. Bu bəlkə elə bir yerdə cəmliyək bunu. 100 götürsək 36, 4-ə ixtisar eləyərik. 25-də 9 olar ehtimal. Bunu onluq kəsirlə göstərsək 0-dan 100-də 36 demək 90, 15, 0-dan 100-də 36 edir. Torbada bir neçə qara, 3 sarı, 5 mavi kürəcik var. Bir neçə deyirsə, yəni x sayda fərz eləyək ki, qara x saydadır. Sarı 3 dənədir. Mavi 5 dənə. Cəmi neçə eləyər? 8 üstə gələk x sayda kürəcik var. Təsadüfi çıxarılan bir kürəcin qara və ya sarı və ya deyirsə, demək qara və sarı ehtimalları ayıraraq da tapıb cəmləyərik. Hansı yox, cəmi yəni ehtimalı verib. 0,5 olarsa, burada neçə qara kürəcik var. Eləyək. Demək, ümumilikdə 8 plus x kürəcik var. İndi qara olma ehtimalını yəni qara neçə dənədir? X dənədir, x-dir və ya sarı üstə gələk. Demək, 8 üstə gələk x kürəcikdir. Sarı 3-dür. 3. Cəmi deyir 2-də 1, 0,5-ə bərabərdir. Bunu 2-də 1 kimi yazsaq. Demək, elə orta məxrəc 8 plus x-dir. X-də gələk 3 olar, bərabərdir 2-də 1. 2 vurular x plus 3-ə, yəni 2x plus 6. 8 plus x-də 1-ə vurular, çarpar 8 üstə gələk x. Onda x-i sola 6-nı sağa keçirsəm, onda x bərabər olacaq 2-yə. Qutuda neçə qara kürəcik var imiş? Qara kürəciyinə x-i işarə eləmişdik də sayını, o da 2-dir. Şəkildə üzərində hərflər yazılmış 16 ədəd kart təsvir edilib. Bu kartlar torbaya atılır. Təsadüf olaraq 3 kart torbaya qaytarılmamaq şərti ilə ardıcıl çıxarılır. Çıxarılan kartlardan birincisinin A, ikincisinin C, B hərfi yazılmış kart olması hadisəsinin ehtimalı tapın. Burada hələ ilk öncə müəyyən eləmək lazımdır ki, A-dan neçə dənədir? A-dan 1, 2, 3. 3 dənə A var. 3 A var. B-dən neçə dənə? 2 burada, 5, 6, 7, 8 dənə. 8 dənə. C-dən olacaq 1, 2, 3, 4, 5 dənə. 5 dənə də C. Görək düz eləyir, 16 eləyir cəmi. 16-da kart təsvir edilib. İndi nə deyir? Çıxarılan kartların indi birinci bir-bir baxaq da. A çıxanda onun ehtimalı neçə olacaq? Ehtimalların hasili olacaq da bizim P bərabərdir. A çıxma ehtimalı. Neçə dənə? 16 dənədən 3-ü. Birini çıxartdıq, A-nı birini çıxartdıq, qaldı neçəsi? 15 dənə. 15 dənədən B 8 dənədən çıxmayıb hələ. 8, sonra B-nin də birini çıxartdıq, qaldı neçə? 14 dənə kart. Torbada 14 kart qalıb. C-ni çıxartmaq lazımdır. C-də 5 dənədir. 14 dənədən 5-i. Bunları ixtisar eləyə bilərik. 3 ilə 5, 15 eləyir. 15-nə ixtisar getdi. 16 ilə 8 ixtisar gedər. 2 qalar burada. 2 dəfə 14-ün 28-də 1 olacaq. Cavab. İki tərəfi 6, 9. Üçüncü tərəfi natural ədəd üçbucaqlar içərisində ardıcı olaraq təsadüfən seçilmiş iki üçbucaqdan birincinin bərabər yollu üçbucaq, ikinci isə müxtəlif tərəfli üçbucaq olması hadisəsinin ehtimalını tapın. İki tərəfi 6 və 9-dur. 6 və 9. Yaxşı. ABC üçbucaqdır.
Üçüncü tərəfi naturada olan ardıcı olaraq təsadüfən sizə iki üçbucaqdan birincisinin bərabər yanlı çıxacaq. Siz müxtəlif tərəfli üçbucaq olması hadisəsinin ehtimalını tapın. A-ya x desək, demək x nə olmalıdır? Digər iki tərəfin cəmindən kiçik olmalıdır. Üçbucaq bərabərsizliyinə görə. 6 üstə gələk 9-dan kiçik, 9 çıxaq 6-dan böyük olmalı. Yəni x olmalıdır 15-dən kiçik, 3-dən böyük. İndi bu aralığa daxil olan natural ədədləri yazsaq, üçüncü tərəfi deyir natural ədəd olan üçbucaqdır. Naturallar 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 daxil deyil. Neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə. 11 hal mümkündür. Birincinin, yəni ardıcı təsadüfən seçilmiş iki üçbucaqdan birincinin bərabər yanlı üçbucaq, ikincinin isə müxtəlif tərəfli üçbucaq olması hadisəsinin ehtimalını tapın. Bərabər yanlı üçbucaq olması üçün ya 6 olmalıdır, ya 9x. Yəni 2 hal mümkündür. Bərabər yanlı olması üçün buradan yazım. Bərabər yanlı. Yanlı. Nəysə. Demək, neçə də haldır? 2 hal var da. Ya x 6 ola, ya 9. Bunlar. Sonra bərabər tərəfli olması üçün nə? Müxtəlif tərəfli üçbucaq olmaq hadisəsinin ehtimalı. İkincinin isə iki üçbucaqdan birincinin bərabər yanlı. Yenə ehtimalları ayrı-ayrı da tapıb hasilini yazacaq. Müxtəlif tərəfli, qalanlar da müxtəlif tərəflidir də. Neçə hal idi? 11 hal idi. 9 halda müxtəlif tərəfli olacaq. 11 halda belə 9 halda müxtəlif tərəflidir. İndi birinci hal, demək, neçə var? 11 hal var da. X 11 natural ədəd ola bilər. 11-də 2 vurulsun. İkincisi neçə oldu? İkisini çıxdıq da oradan. Yox, ikisini çıxmadı. Birini çıxdıq. Qaldı 10 dənə. 10 dənədən 9-u bərabərdir. Bu da olacaq neçə? 55-də 2 ixtisar gedir də. 55-də 9. Təpələri ABCD və Y nöqtələrində olan qabarıq çoxbucaqlardan təsadüfən seçilmiş ikisinin dördbucaqlı olması hadisəsinin ehtimalını tapın. Seçilmiş ikisinin dördbucaqlı olması. İndi burada neçə hal mümkündür? Çoxbucaqlı deyirsə, üçbucaqlı, dördbucaqlı, üçbucaqlı, dördbucaqlı və 5 bucaqlı, yəni 5 nöqtədən bunlar düzələ bilər də, bu qədər. İndi onların saylarına baxaq, görək neçə. Yəni 3 bucaqlı neçədən o 5 nöqtədən, kombinizon 5-dən 3-ü, 3-ündən 3 bucaqlı düzəlir də. Misal üçün A, D, C 3 bucaq. Bu da neçə eləyir? 5, 5-dən 2 deməkdir də bu. 5, 4, 1, 2. Yəni 10. 10 3 bucaqlı. 4 bucaqlı neçə dənə? Yəni kombinizon 5-dən 4. 5-dən 4 kombinizon 5-dən 1 deməkdir. Yəni 5 dənə. 5 dənə 4 bucaqlı. 5 bucaqlı isə bir dənə düzələ bilər də, vəssalam, bir dənə. Ümumilikdə neçə çox bucaqlı? 16. 16 çox bucaqlı düzələ bilər bu 5 nöqtədən. İndi təsadüfən seçimi ikisinin dördbucaqlı olması hadisəsinin ehtimalını tapın. Hadisəni A adlandırsaq, 16 demək çoxbucaqlıdan ikisi deyir ki, dördbucaqlı olsun. Dördbucaqda 5 dənədir, yəni 5 dənədən ikisi. 16, 15, 1, 2. 5, 4, 1, 2. 1, 2'ləri sildim.
5 ilə 15 ixtisar gedə 3 qalar burada. 16 ilə 4 ixtisar gedə 4 qalar burada. 12-də 1 qalacaq da. 12-də 1 olacaq. 191-də DYFM nöqtələrində hər hansı ikisi ilə ABC nöqtələrində hər hansı biri eyni düz xətt üzərində yerləşmir. Yəni, bundan əvvəlki tapşırıqlarda da var idi bu qayda. Yəni, o demək istəyir ki, DFC bir düz xətt üzərində deyil. Yəni, bu üçündən bir üçbucaq qura bilərik. İstənilən ikisi buradan, biri buradan. Yəni, üçbucaqları qura bilərik. Onu deməkdir. Yəni, birinci cümlə o deməkdir. Təpələri bu nöqtələrdə olan üçbucaqlardan təsadüfən seçilmiş ikisinin iki təpə nöqtəsinin düz xətt üzərində olması hadisəsinin ehtimalını tapın. Əvvəlcə hələ mümkün halları tapaq ki, bu nöqtələrdən biz neçə dənə üçbucaq qura bilərik. Bax, mümkün hallar. Mümkün hallar bərabərdir. İndi, variantlar belə ola bilər ki, iki nöqtə biz çevrədən götürərik. Misal üçün, NF, birini də düz xəttdən. Yəni, bu hal üçün nə yazarıq? Çevrədən, yəni 5 nöqtədə də çevrədə. Kombinizon 5 dənədən ikisini çevrədən götürüb, birini düz xətt üzərindəki nöqtələrdən. Orada da 3 dənədir. 3 dənədən biri. Bu birinci hal üçün. Sonra baxaq, 2 dənəsini düz xəttdən götürək, birini çevrədən. Onda olacaq nə? Bir dəqiqə. Kombinizon 3-dən 1 idi də bu, eləmə. Üstə gələk, 2 dənə, yəni 3 dənədən ikisini düz xəttin üzərindən götürək nöqtə, üçbucaq qurmaq istəyiriksə. Birini də çevrə üzərindən. Çevrədə 5 dənədir, 5 dənədən biri. Bir də, yəni elə bu çevrənin üzərindən biz üçbucaqlar düz xəttin üzərində qura bilməyəcəyik. Yəni, üçü də bir düz xətt üzərindədirsə, ondan üçbucaqlar qura bilmərik. Çevrə üzərindəki nöqtələrdən biz ayrıca qura bilərik də. 5 nöqtədən 3-ü, kombinizon 5-dən 3-ü bərabərdir. 5-dən 2, yəni 5 vuraq, 4 vuraq, 1 vuraq, 2. 3-dən 1, 3. 3-dən 2, yəni 3-dən 1 deməkdə 3. 5-dən 1 də 5 deməkdir. Üstə yerdə 5-dən 3, 5-dən 2 deməkdir. 5, 4, 1, 2. 5-dən 3-ün çıxanda 2 eləyir. Buradan 2 ilə ixtisarləsəm 10, 30 bərabərdir. Demək, 30, 15, burada da 2 ixtisarləsəm 10. Elədi neçə? 55. Demək, 55 üçbucaq qura bilərik. Ümumilikdə mümkün hallar. Mümkün hallar 55-dir. Əlverişli hallar nə qədər olar? Əlverişli şərtə baxırıq da. Deyir, təsadüfən seçilmiş ikisinin iki təpə nöqtəsinin düz xətti üzərində. Yəni, bu hal üçün də, bax, 3 dənədən ikisini buradan götürən nöqtə, bir dənəsində çevrə üzərindən 15 dənə eləyir də, mümkün hal. Belə əlverişli hal 15-dir. İndi biz hadisəni A adlandırsaq, amma burada bir dənə yox da 2 dənə seçmək lazımdır. 55 üçbucaqdan ikisini seçirik. 55-dən üçbucaq düzəltmək olurdu axı. İkisini seçirik. Bir dənə desəydi, elə 55 yazacaqdıq. Onunla deyir ki, əlverişli halımızda 15-də. Yəni, 15 dənədən ikisi olsun da. Yəni, 2 nöqtə buradan, 1 nöqtə də buradan. Bərabərdir. İndi bunu yazsaq, biz 15-dən 2, 15, 14, 1, 2, 55-də 2, yəni 55, 54, 1, 2. 1, 2-ləri ixtisar edirəm. 55 ilə 15 ixtisar gedər 5-ə. Burada 11 qalacaq. Burada 3. 14 ilə 54 də ixtisarləsəm, burada 7 qalar. Burada neçə? 27. 27 ilə də 3-ə ixtisarləsəm 9 qalacaq. 9 dəfə 11-im 99. Burada sürətdə də 7. Yəni 99-da 7 olar. 192, 1, 2, 3, 4, 5 rəqəmlərindən düzəldilmiş rəqəmləri müxtəlif 2 rəqəmli ədədlər arasından təsadüfi olaraq seçilmiş 3 ədəddən yalnız birinin sadə ədəd olması hadisəsinin ehtimalını tapın. Əvvəlcə bu rəqəmlərdən neçə 2 rəqəmli düzəltmək olar müxtəlif özdə, onu müəyyən eləyək. Yəni, mümkün hallar nə qədərdir?
5 dənə rəqəmdirsə, 2 rəqəmli düzəltmək istəyirik də. 5 hal burada mümkündür, 4 hal burada. Yəni hasili 20. Yəni 5 hal burada, 4 burada, 20. 20 dənə rəqəm düzəldə bilir. Yəni o rəqəmləri yazaq da sadə ədədləri müəyyən eləmək lazımdır. Neçə dənə sadə? Mütləq o həmin ədədləri yazmaq lazım. Demək, hansı 1 ilə başlayanlar, bax, 12 2 rəqəmli ədəddə 12, 13, 14, 15, 1 ilə qurtardıq. Sonra keçək 2-yə. İndi 12 düzəltmişsə, 21 də müxtəlif də fərqlə 2 rəqəmli ədəddir. 21, 23, 24, 25. Sonra 30, keçdi 3-ə, 31, 32, 34, 35. Sonra 30, keçdik 40, 41, 42, 43, 45. Sonra keçək 50-yə, 51, 52, 53, 54. Yəni bu rəqəmləri düzəldə bilərik bu rəqəmlərdən. 20 dənədir. 20 dənədir. Deyir ki, 3 ədəd yalnız birinin sadə ədəd olması. Sadə ədədlərin sayını müəyyən eləyək. Bax, 13 sadədir 1, 23 sadədir 2, 31 sadə 3, 4, 5, 53 sadədir 6. 6 dənə sadə var. Sadə ədəd 6 dənədir. Qalanları neçə olur? Mürəkkəb nə qədər olur? Mürəkkəb 20 dənə, 20-dən 6-sını çıxsam 14 dənə. İndi bizdən nə deyir ki, hadisənin ehtimalı. Hadisəni adlandırsaq bərabərdir nəyə? 20 dənədən 3-ü seçiləcək. Təsadüfən seçilmiş 3 ədəddən. Kombinizon 20 ədəddən 3-ü seçilir. Deyir ki, yalnız biri sadə ədəd olsun. Sadə 6 dənədən, yəni 6 dənədən biri sadə ədəd olacaq. Demək, qaldı 2 dənəsi də. 3-ünü seçmişik axı. Demək, 14 dənədən də ikisi nə olar? Mürəkkəb ədəd olmalıdır ki, 3 dənədən biri demək, yalnız biri sadə olsun, digər ikisi mürəkkəb deməkdir də o. Bərabərdir. Kombinizon 20-dən 3, 20, 19, 18, 1, 2, 3. Burada nə qalır? 6-dan 1, 6 eləyər. 12-dən 2, 12, 11, 12 niyə? Bu 14-dür. 14. 14. Demək, 14, 13, 1, 2. Yaxşı. Bunları indi biz belə eləyək də. İxtisar eləsək, bax, 2, 3. 2, 3. 1-2'ləri silin buradan. 3 ilə 18 ixtisar getdi. Burada 6 qaldı. Bu 6 ilə bu 6 da ixtisar gedər. 20 ilə 14 də ixtisar gedər. Burada 10 qaldı. 10, 19. Burada isə 7. Yəni aldıq nə? 7 vuraq 13. 10 vuraq 19. Bu da bərabərdir. 190, 91. Növbəti. A çoxluğunun 2 elementli alt çoxluqlar arasından təsadüfi olaraq seçilmiş 2 çoxluğun hər birinin ardıcıl natural ədədlərdən ibarət çoxluq olması hadisəsinin ehtimalını tapın. 2 elementli alt çoxluq, yəni burada 5 elementlidir də, 1, 2, 5 dənə elementi var. 2 elementli sayı nə qədər olacaq? Kombinizonla tapırdıq da, 5 dənədən ikisi bərabərdir. Demək, 5, 4, 1, 2. Bərabərdir 10. Demək, 10 dənə elə çoxluqları var. Yəni, 1, 2, 1, 3, nə bilim, 2, 5, belə 10 dənədir. Bunları yazmaq lazım gələcək deyəsən. Çoxlu arada təsadüfən seçilmiş 2 çoxluğun hər birinin ardıcıl natural ədədlərdən ibarət çoxluq olması hadisəsini tapın. Yaxşı, yazaq da bura. Demək, 1, 2, bir çoxluğumuz bu olsun. 1, 2. Yox, bunu xətlə yox, belə yazaq da. 1, 2.
1, 3, 1, 4, 1, 5. 1-lə sonra 2, 1 yazmağa ehtiyac yoxdur. Yəni 1, 2 çoxluğu elə 2, 1 çoxluğu deməkdir. Bu ədəd deyil ki, fərqli olsun. Yəni 2, 3 olacaq. 2, 4, 2, 5. Sonra 3-dən də olacaq. 3, 4, 3, 5. Bir də 4, 5 qaldı da. 4, 5. Demək, neçə dənədir? 4, 7, 10 dənə. Bəli, 10 dənə belə çoxluqlar var da. Bunlar çoxluqlardır. İndi yazmıram da mən bunları. Hə. 10 dənə belə çoxluq var. Deyir ki, təsadüfi olaraq seçilmiş iki çoxluğun hər birinin ardıcıl natural ədədlərdən ibarət çoxluğu olmaq halsız. Ardıcıl natural ədəd nədir? 1, 2-dir, 2, 3-dür, 3, 4-dür, 4, 5-dir. Neçədən? 4 haldır da. Yəni əlverişli hal 4-dür. Mümkün hal 10-dur. Yəni biz hadisəni A adlandırsaq bərabərdir. Deyir ki, bu çoxluqlardan elə bir 2 dənə seçilir ki, 10 dənə çoxluqdur da, 10 dənədən ikisi, 4 dənədən ikisi olsun da. Deyir seçilmiş 2 çoxluq. Hər birinin ardıcıl natural ədədlərdən ibarət çoxluq olması hadisəsinin ehtimalını tapın. 4 dənə deyir bunlardan ikisi olmalıdır. Yəni 4 dənədən ikisi. Bərabərdir. 4 vuraq 3, 1 vuraq 2. 10 vuraq 9, 1 vuraq 2. 1 vuraq 2-ləri sildim. 9 ilə 3 ixtisar edər. 3 qaldı. Buradan da 5 qalar. Burada 2. Yəni 15-də 2 olacaq. 3 fizika 5 riyaziyyat müəllimləri dəyirmi masa demək ətrafında təsadüfi olaraq 8 boş stulda əyləşdikdə riyaziyyat müəllimlərin yanaşı oturması hadisəsinin ehtimalını deyir tapın. Dəyirmi masamız olsun. 3 fizika müəllimidir. Fizika 1, fizika 2, ikinci müəllim, fizika 3. 5 dənə də riyaziyyat müəllimi. Riyaziyyat 1, riyaziyyat 2, riyaziyyat 3, riyaziyyat 4, riyaziyyat 5. 5 dənə müəllim. 8 stulda əyləşiblər. Yanaşı oturması hadisəsinin ehtimalını tapın. Yanaşı deyirlərsə, yəni bunları bir komplekt tutmalıyıq. Bir şeyi bilmək lazım, bilirik ki, yəni dərmi masada əgər düzünə oturarlarsa yanaşı oturma, əgər n nəfər varsa n faktorialla hesablanır. Dərmi masada isə n-1 faktorialla hesablanır. İndi gəlin hadisəni A adlandırsaq, mümkün hallar. Mümkün hallar neçə olur? Bax, neçə nəfərdir dərmi masada 8 nəfərdə 8 nəfər yox, n-1 faktorial 7 faktorial olacaq da mümkün hallar. 7 faktorial. İndi əgər bu şərtə görə riyaziyyat müəllimlərin yanaşı tutsaq, bunu bir komplekt götürsək riyaziyyat müəllimlərini, bir dənə götürsək 4 olur da. 4 nəfər dərmi masada oturanda 3 faktorial olar da n-1, yəni 3 faktorial o. Sonra bu riyaziyyat müəllimləri də öz aralarında yəni yerlərini dəyişə bilərlər də, problem yoxdur orada. Yəni 5 faktorial da o. Yəni bunu tapsaq biz hadisənin ehtimalını tapmış olarıq. Yəni 3 faktorial vuraq 5 faktorial, 7 faktorial yazsaq 5 faktorial vuraq 6 vuraq 7 kimi 5 faktorialları ixtisar eləyərik. 3 faktorial 6 eləyir. 6 ilə 6 ixtisar gedər. Yəni 7-də 1 alarıq cavabı. Koordinat müstəvisində istənilən üçü bir düz xətt üzərində yerləşmir. Yəni üçü 5 nöqtə qeyd olunub. Nöqtələri adlandırsaq A, B, C, D, Y. Bu 5 nöqtədən ikisindən keçən düz xəttlə arasında təsadüf seçilmiş iki düz xəttin bu cavabsalan əks işarəli olması hadisəsinin ehtimalını tapın. Əvvəlcə tapaq görək bu 5 nöqtədən neçə düz xətt keçirmək olar? Yəni 2 nöqtədən bir düz xətt keçirmək olar da. Kombinizon 5-dən 2. O da eləyir nə? 5 vuraq 4, 1 vuraq 2, yəni 10 dənə düz xətt var. Yəni, seçilmiş iki düz xəttdə 10 dənə düz xətt çəkmək olar. Əks əmsallarının, bucaq əmsalları deyəndə ümumiyyətlə
xatırlasaq, yəni düz xəttin tənliyi necədir? Kx plus B şəklindədir. K onun bucaq əmsalıdır. Demək, tutaq ki, AB düz xətt çəksək bir dənə. Körbucaq əmələ gətir. Körbucaqca K sıfırdan böyükdür. K sıfırdan kiçikdir daha doğrusu. K sıfırdan böyük olanda iti bucaq əmələ gətir. Misal üçün, D ilə A-nı birləşdirsəm, yəni burada məsələ K-nı müəyyən eləmək deyil. Burada məsələ nədir? Yəni, bucaq əmsalı nədir? Onu xatırladırdım. Bir daha bunları qeyd edək. A, B, C, D, Y. İkidirsə, bucaq əmsalı əks işarəli olması. Yəni, absis oxu ilə iti bucaq əmələ gətirən düz xətt, misal üçün, CD, bir də CA, bir də ki, DA absis oxu ilə iti bucaq əmələ gətirir. Demək, bunlar müsbətdir K-ları. 2 dənədən başqa digərləri, yəni mənfidir də körbucaq əmələ gətirir. B ilə A-nı birləşdirsəm, C ilə D-ni birləşdirsəm, B ilə Y-ni, A ilə Y-ni hamısı körbucaqdır. Belə çıxır ki, iti bucaqlı absis oxu ilə iti bucaq əmələ gətirən, yəni 2 dənə düz xətti, kör bucaq əmələ gətirən 8 dənə, yəni 10 dənədən 8-i kör bucaqdır. Absis oxu ilə əmələ gətirir də, yəni indi deyir ki, 2 dənə seçilir. Bunlardan biri demək iti bucaqlı olmalıdır, biri kör bucaqlı. Hadisəni A adlandırsaq, 10 dənədən ikisi seçilir də, 10 dənə düz xətt çəkmək olar da 5 nöqtədən. Kombinizon 10 dənədən ikisi. Demək, biri iti bucaqlı olmalıdır. 2 düz xəttin bucaq əmsalı əks işarəli olması. Yəni, əks işarə, yəni biri mənfi, biri müsbətdə. K-nın biri mənfi, biri müsbət. Yəni, 2-dən biri və 8-dən biri bərabərdir. 10-dan 2, yəni 10, 9, 1, 2, 2, bir də 8, 16. Buradan 5, yəni məxrəcdə 45 alındı, burada isə 16. Yəni, burada ehtimalımız oldu 45-də 16. Yəni, bu mövzuya aid olan tapşırıqları da bitirmiş olduq. Güman edirəm, faydalı oldu. Sağ olun.